Bax, bir də özümə baxım kameradan. Çox yaxşı, yaraşıqlı. Bu mənə görə bu videoyu heç bilmirəm, niyə çəkirəm. Amma çəkirəm də. Qısa bir video yaradacam özüm üçün. Gələcəkdə özümü burada görüm. Hal-hazırdakı abunəm 158'dir, baxış saatim, baxışım 44.000'dir. 107 saatdə izlənib. Görsənir, yoxsa yox? Aa, görsəndə. Amma bir gün inanıram, bu qalxacaq, belə qalmayacaq. Mən YouTube'a gəlmişəm, amma mənim yanımda heç kim yoxdur, təkəm. Hər şeyimi atıb bu platformaya gəlmişəm. İnşallah gələcəkdə özümü daha yaxşı yerdə görəcəm. Görməyi də istəyirəm. Bunu bacaracam, inanıram özüm üçün ki. Sizlərə də inanıram, güvənirəm. Əslində bu videonu çəkməkdə məqsədim odur ki, özümə bir motivasiya verim. Çünki buraya gəlmək üçün çox şeylər bitirmişəm. Hətta işləmişəm, qazanmışam, yeməmişəm, içməmişəm. Özümə bu sevimli kameranı almaq üçün çox çabalar sərf eləmişəm. İnşallah bura kimi hələ izləmişsiniz mənə. Çünki izləməyiniz mənim üçün çox önəmlidir. Çünki siz məni izlədikcə bu video daha da qalxacaq, daha da böyüyəcək. Algoritma deyilən bir şey var bu platformada. O algoritmanı tutsam, uğur məndən olacaq. Mən özüm Azərbaycanlıyam, Sumqayıt şəhərində yaşayıram, 22 yaşım var. Bu videonda 10 mayda seçirəm. 2025-ci ildə. Bilmirəm, bəlkə açansı bu video tutacaq, bəlkə də yox, amma inşallah tutar. Çünki tutmasa, nə bilim, çox pis olaram. Çünki bu videonu çəkirəm, sizlər bilən baxmırsınız bəlkə də bu videoya hal-hazırda izləmirsiniz. Amma hər şey sizin əlinizdədir. Başqa nə deyim sizə? Heç nə. Amma əminəm ki, bir gün bu 158 abunəm bir gün daha çox olacaq. Əminəm. Amma 10 gün içində 11 dənə, 12 dənə shorts videom var, 3 dənə də uzun videom var. Amma izlənmə hal-hazırda o videolarımda da çox bərbaddır. Bu da mənə pis eləyir. Düşünürəm ki, bəlkə həmişə belə olacaq. Bəlkə də yox. Bəlkə də düzələcək. Mən sadəcə zaten bunu ola bilər Mr. Beast çəkib belə bir video, amma zaten bu YouTube platformasına gələn hər bir kəs mənə elə gəlir ki, belə bir videonun başlanğıcında çəkmək lazımdır. İnsan nəyə addım atırsa, orada ilk videosu belə olmalıdır. Mən sizdən heç nə istəmirəm, sadəcə kanalıma abunə olun. Mən bir gün bacaracam bunu. Bəlkə də bu videoya baxanda nə bilim, deyəcəm mən bunu bacardım. Bəlkə də baxanda deyəcəm bacarmadım. Amma bacarmaq istəyirəm, çox istəyirəm. Bu da sizin əlinizdədir. Hələ də bura kimi izləmisənsə, deməli bacaracam. İzləməmisənsə, təbii ki, bəlkə də bacarmayacam. Bugün əslində başqa video çəkəcəkdim. Dedim, yox, qoy bunu çəkim. Çəkib bunu çəkməməm. Arzum idi. Kameraya baxıram, elə bilirəm ki, qarşımda həqiqətən böyük kütlə oturub mənə qulaq asır, məni izləyir. İstəyərəm əslində. Dünən bir videoya baxıram, o videonu hal-hazırda sizə göstərəcəm. O video həqiqətən mənə çox heyrətə gətirdi. Onu qayd eləmişəm burada sizə göstərmək üçün. Hal-hazırda onu göstərəcəm sizə. Buna baxın bir dənə. İnsanlar, yəni bu qədər insanın fanatı olar, yəni çox istəyirəm, mənim də səhnəyə çıxanda amma nə bilim. Yəni bu videoya baxanda çox kövrəlirəm. Bir gün bu ola biləcəm mən, şərhlərdə yazın. Sağ olun.